ki 50-ci sualda avtobus Mingəçevirdən saat bir dəqiqə bunu belə qalsın. Saat 08:45-də yola düşdü. 3 saat 35 dəqiqə sonra təyinat nöqtəsinə çatdı. Avtobus neçə saata təyinat nöqtəsinə çatdı? Mən elə bunu öz şagirdlərimə necə öyrədirəm? Elə toplama şəklində. Deyirəm uşaqlar, demir ki, bu saatda çıxıb, demir ki, bu qədər sonra çatıb. Elə gəl, sadəcə saatın, dəqiqənin altına yazmağı tələb eləyirəm. Və toplayırlar. 0, 1 yadda, 7, bu da 80, bu da elədik 11. Və təbii ki, 80 dəqiqəmiz yoxdur axı bizim. Amma dəqiqələrimizi toplamışıq, 80 eləyib. Demək ki, biz nə edəcəyik? 80-dən 60-ı çıxacağıq, 60 dəqiqəni, yəni 1 saatı gətirib qoyacağıq 11-in üstünə. Olacaq 12. Biz 80-dən də 60-ı çıxanda 20 qaldığı üçün bizim saatımız olacaq 12, 20. Vəssalam. Cavab da olacaq C bəndi. Saatı qəşəng bilən uşaqlar bunu gözü yumulu yazırlar. Belə. İndi keçirik dairəvi diaqram. Bu PDF-də həm dairəvi diaqrama, həm də xətti diaqrama toxunmuşuq. Baxırıq. Çingiz müəllim deyəsən sinifin yeniləyir. Aha, Çingiz müəllim sinif otağı üçün yeni əyani vəsaitlər və rəngli printer almağı planlaşdırır. O bu iş üçün müəyyən büdcə ayırır. Xərclərini də yuxarıdakı dairəvi diaqramda göstərdiyi kimi hissələrə bölür. Baxın uşaqlar, dairəvi diaqramda hissələrə bölünməni ümumiyyətlə dairəvi diaqramın bütöv neçə hissə olduğunu bilmək üçün mənə bir rəqəm lazımdır ki, ondan yapışım. Mən baxıram, burada deyir, printerin qiyməti büdcənin 2də 1 hissəsini təşkil edir, yenə hissə verib, mənə rəqəm verməyib. Rəngli kağızlar kartonun 2də 1, markerlər üçün 6da 1, diaqram narıncı rənglə göstərilən ən kiçik hissə xəttkeşlər, yapışdırıcılar üçündür, 15 manatdır. Aha, bu 12də 1, 15 manatdır. Yəni, bu diaqram 12 hissəyə bölünüb, 12 hissədən biri 15-dir. Demək ki, bunun tam hissəsi nə qədərdir? Bunu 5-ci sinifdə deyəcəyik. Hissəyə görə ədədin tapılması. Artıq mənim 4-cülərimə öyrətmişəm bunu. Yazacağıq. Hissəyə görə ədədi tapanda ədəd hissə göstərilən kəsrə bölünür. Və bunu da öyrətmişəm uşaqlarıma. Belə deyək də, uşaqlarıma deyəndə yanımdakı 4-cü sinif şagirdlərinə ki, daha rahat, belə deyək, yadda saxlasınlar. Demişəm uşaqlar, natural ədəd kəsrə bölünəndə, natural ədəd kəsrə bölünəndə alt üst olur kəsir, 12 qalxır. Bura, bir də düşür bura. Amma bunun bizə bədəli olur, türklər demişkən, işarəmiz çevrilir vurmaya. Bu zaman biz 15-i vururuq 12-yə. Bu da eləyir haradasa 180. 180 manat. Deməli, Çingiz müəllimdə pul var. Bütöv diaqramı. İndi məndən nə soruşur? Baxın, qoyun bunları buradan silək. Mən sualın üstünə yazmışam. Sual görünmür. Deyir ki, Çingiz müəllim printerə nə qədər pul xərcləyib? Biz tapdıq ki, 12-dən bir hissəsi 15 olan ədəd 180-dir. Və yaxud da bunu şagirdlərə belə sadə yolla da başa salmaq olar. Əgər 12-də biri 12-dən bir hissə nə deməkdir? Hansısa 12-də 12 hissə olur. Tam. 12-də 12. Üzr istəyirəm, 11 yazdım. 12-də 12 hissə olub. Tam hissə. Bunu nə ediblər? 12-də 1, 12-də 1, 12-də 1 kimi ayırıblar. Bu 12-də 1-in bir dənəsi 15-dir. Yəni, belə deyək də, hissəyə görə ədədi tapa bilməyən şagirdlər üçün primitiv izah vermək olar. Biz bura 12 dənə 12-də 1 yazarıq.
12-də 1, 12-də 1, 12-də 1, 12-də 1 və ilaxır. Tam hissə olana qədər. Və 12-də 1 hissəsi 15-dirsə, bu birisi də 15-dir, o birisi də 15-dir, bu da 15-dir. Və burada da uşaq artıq qavrayacaq ki, 15-i 12-yə vurmaq lazımdır ki, tam hissəni tapaq. Yaxşı, bu Çingiz müəllim printerə nə qədər pul xərcləyib? Mən baxım görüm printer diaqramda hansı hissəni təşkil edir. Bax, baxıram görürəm ki, printer büdcənin 2-də 1 hissəsini təşkil edir. Bəli, printer bahadır. Mən də elə təzəcə almışam. Printer qiymətləri bahadır. 2-də 1 hissə, yəni bu hissə. Və 180-in, mən bayaqları 180 tapmışdım. 2-dən 1 hissəsini tapıram. Buna da deyirlər, ədədə görə hissəni tapmaq. Bunu da, belə deyək, ibtidai sinifdə belə öyrədirlər uşağa. Deyirlər, 180-i böl 2-yə, vur 1-ə. İndi bəzi uşaqlar belə, 3-cü sinifdən belə, yəni bu yolla gedirlər. Təbii ki, 90 bu da olar. Amma dediyim kimi, mən artıq şagirdlərimə öyrətmişəm ki, biraz riyazi yönümdə daha, belə deyək, istedadlı olduğum üçün artıq onlara natural ədədi kəsrə vurmağı, bölməyi öyrətmişəm. Özümün də həvəsim olduğuna görə öyrətməyə, belə deyək, öyrətmişəm. Yəni, öyrətməsək də olar, amma indi belə. Keçirik 52-yə. Deməli, cavabımız nə imiş? 90 imiş. Qaldı burada altda 90. Belə. Eminin cibində 5, 10, 20 qəpikliklər var. Emin dəftər almaq istəyir. Dəftər də 65 qəpiyyədir. Onun cibində qəpiklərin hər növündən ən az bir dənə al. Bir dənə var. Belə məsələ olanda nə edirik biz uşaqlarla? Bizə demir ki, hərəsindən bir dənə var və deyir satıcıya tam olaraq 5 ədəd qəpik verib. Mən elə onun adını eşidən kimi 5 dənə qəpiyi bura qəşəngcənə çəkirəm. Bu mənim 5 dənə qəpiyim. Və mənə deyir ki, ən azından hərəsindən bir dənə olmalıdır. Ona görə düşünürəm ki, mən hərəsindən bir dənə yazım da. Kiçikdən başlayayım. 5, 10, belə deyək də, yazıram burada 20. Hərəsindən bir dənə var. İndi düşünürəm ki, mən bu 2 dənə qəpiyi nə qoyum? 65 olsun. Baxın, 10-la 5 qoysam, nə olacaq? Hal-hazırda neçə qəpiyim var? 35. Mənə nə qədər lazımdır? 30. Mən 30-u 10-la 5-dən düzəldə bilmərəm. 5-dən 20-dən də düzəldə bilmərəm. Ona görə nə ilə düzəldə bilərəm? Ancaq 10-la 20 ilə. Və məndən soruşur ki, Emin satıcıya neçə dənə 20 qəpik verdi? 2 dənə. Vəssalam. Bu da belə. Getdik indi 53-cü məsələyə. Deyir ki, aşağıda düzbucaqlı formasında hovuzun dibinin tərəf uzunluqları verilmişdir. Dibinin tərəf uzunluqları verilmişdir. Baxırıq. Mustafa nə edir? Hovuzun dibini mavi rəngdə boyayacaq. Bu kvadrat metrlik, 1 kvadrat metrlik sahə 25 azı ilə boyanır. Hə, mən bunun sahəsini tapacağam. Əgər 1 kvadratı 25-dirsə, tapım görüm bu sahəsi nə qədərdir? Axı, kvadrat metr sahə vahididir. 30-u vururam 12-yə. Mən demişəm ki, uşaqlar 30-u 12-yə vuranda 0-la işiniz yoxdur. 3-ü vurun 12-yə 36. Sonra da o 0-ı gətirərsiniz yanına. 36 metr kvadratdır. Hovuzun sahəsi. Əgər 1 kvadrata 25 azın pul çıxıbsa, 360 kvadrata da 360 vurulsun 25 manat çıxar. Dediyim kimi yenə 360-ın 0 ilə işimiz yoxdur. 36-nı 25-ə vururuq. Eləyir. 900. O 0-ı da, bayaqçı 0-ı da gətirirəm yanına. Bu da eləyir 90. 9000.
şifahi vururam deyə 90 beynimdə tutmuşam. 9000 belə deyək, manat. Azin. Azin. Baxıram, indi 54-də deyir ki, tərəzi tarazlıqlı olduğuna görə simvolun yerinə nə yazılmalıdır? Bax, 2-də 1 var, 2-də 1 var. 5-də 7 var, 5-də 7 var. Heç nə, bura nə yazacağım? 5-də 3-də. 5-də 3-də olacaq C variantı. Görürsünüz, burada 3-də 5-də var. Belə, bu səhifədən deyəsən sonuna gəldik.